x bərabərdir kök altda 2 çıxılsın 1 olarsa, ifadənin qiymətini tapın. Burada x var və 1 bölü x var. Biz 1 bölü x-i hesablamaq üçün 1 bölünsün kök altda 2 çıx 1-i sadələşdirək. Hər tərəfi kök altda 2 plus 1, yəni məxrəcin qoşmasına vursaq, sürətdə kök altda 2 plus 1, məxrəcdə kök altda 2 çıx 1 vurulsun. Kök altda 2 üstə gəl 1 alarıq və bu da bərabərdir. Müxtəsər model sorularının kvadratların fərqini verdiyi üçün kök altda 2-nin kvadratı çıxıb 1-in kvadratı məxrəc verir. Kök altda 2 üstə gəlsin 1 sürətdə olduğu kimi qalır. Kök altda 2 üstə gəlsin 1 bölünsün 2 çıx 1 alarıq. Və bu da bizə elə kök altda 2 üstə gəlsin 1 verəcək. Çünki məxrəc də 1-ə bərabərdir. Bölsək sürətdəki ifadənin özünü verər. Deməli x üstə gəlsin, x çıxılsın. Deməli ifadə çıxmayındandır. 1 bölünsün x və kubu bərabərdir. Kök altda 2 çıx 1 çıxılsın. Kök altda 2 üstə gəlsin 1. Və bunun kubu. Bərabərdir. Kök altda 2 çıxılsın 1 çıxılsın. Kök altda 2 çıx 1. Əgər açsaq mötərizənin qarşısı mənfi olsun, işarələr dəyişir. Bunda kubu bərabərdir. Kök altda 2-lərimiz islah gedir. Mənfi 1, mənfi 1, mənfi 2 eləyir. Mənfi 2-nin kubu isə bizə mənfi 8 verər.